Mesopotamiya. Mesopotamiya sivilizasiyasının yaradıcıları Şumerlər idilər. Onlar tarixdə ilklərə imza atmışdılar. Xüsusən yazı sahəsində, təsərrüfatda, mədəniyyətdə və dövlət qurmada, idarəetmədə də, ilk yazılı qanunların yazılmasında da Şumerlərin əli olmuşdur. Cənub-Qərbi Asiyada İran körfəzi ilə Aralıq dənizi arasındakı səhra iqlimi hökm sürürdü. Bölgədə ən qədim əkinçiliyin yarandığı bir torpaq qövsü də Bərəkətli Aypara adlanır. Bərəkətli Ayparaya daxil olan ərazilər Aralıq dənizinin şərq sahilləri və Kiçik Asiya Mesopotamiya idi. Mesopotamiyada möhkəm ağac, daş və metal yataqlar yox idi. Amma günəş istiliyi, su, gil və bol idi. Dəzlə Fərat çaylarındakı daşqınlardan sonra qalın gil qatı qalırdı. Şumerlər Mesopotamiyanın yerli sakini deyildilər. Onlar Neolit dövründə, yəni eradan əvvəl 7-6-cı minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən gəlmişdilər. İnsanlar əvvəllər Mesopotamiyanın şimalında yaşayırdılar. Zaman keçdikcə onlar eradan əvvəl 6-cı minillikdə Şumerlər ilk dəfə Mesopotamiyanın cənubunda məskunlaşaraq əkinçiliklə məşğul olmuşdular. Son araşdırmalara görə Şumerlər Cənubi Qafqazdan, Azərbaycandan gələn türk dilli tayfalar idi. Şumerlərin dilindəki bir sıra əsas sözlər qədim türk dilində olduğuna görə onları qədim türklərin əcdadı hesab edirdilər. Mesopotamiyanın təbii mühitinin mənfi cəhətləri bunlar idi. Müdafiə üçün təbii maneələrin olmaması, təbii ehtiyatların, tikinti və zəruri materialların məhdud olması, quraqlıq və daşqınların çoxalması nəticəsində əkinçiliyə ziyan gəlirdi. Mesopotamiyaya gəldikdən sonra Şumerlərin əməyi sahəsində Mesopotamiyanın görüntüsü dəyişdi. Səhralıq və susuz çöllər əkin və otlaq sahələrinə çevrildi. Yaşayış üçün yararlı ərazilər meydana gəldi. Qədim Şumerlər tarixdə ilk dəfə duluz çarxını, eradan və 4-cü minillikdə isə duluz çarxı əsasında təkəri ixtira etmişdilər. Bu isə ilk nəqliyyat sayılan araba düzəltməyi, daşımanı asanlaşdırdığı üçün onlar bundan istifadə etmişdilər. Eradan əvvəl 4-cü minilliyin əvvəllərində Şumerlər təmiz mis almışdılar. Eradan və 4-cü minilliyin ortalarında bundan daha möhkəm tunc əldə etməyi öyrənmişdilər. Sənətkarları mis, qızıl və gümüşü əridərək qəliblərə tökürdülər və ondan silah, bəzək əşyaları hazırlayırdılar. Evləri çay kənarlarında çiy kərpicdən inşa edirdilər. Maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olur, xış düzəldirdilər və xış ilə geniş sahələri şumlayırdılar. Ovçuluq və balıqçılıq da əlavə qida mənbəyi əldə etməyə yarayan sənət sahələri idi. Xurma bitkisindən tarlada işlədikləri zaman istidən qorunmaq üçün başlarına başörtüyü düzəldirdilər. Çəyirdəklərindən köz kimi istifadə edirdilər. Çay daşqınlarından qorunmaq üçün Misirlilər kimi bəndlər düzəldirdilər. Çay daşqınları ilə yanaşı lil qatı da meydana gəlirdi. Bu da məhsuldarlığı artırırdı. Artıq məhsul mübadilə edilir, ağac, daş və metala dəyişdirilir, qida mənbələrini toxuma parçalarla ticarət edirdilər. Mesopotamiyanın təbii mühitinin çətinliklə Şumerlərin özünə məxsus təşkilatçılığı qabiliyyətlərini meydana gətirməsinə səbəb olmuşdu. Quraqlıq zamanı əkin sahəsini su ilə təmin etmək üçün suni suvarma arxları yaradırdılar. Sel suları çəkildikcə münbit torpaqlarda əkilən taxıl bol məhsul verirdi. Bu da kəndlərin inkişafına və onların şəhərlərə çevrilməsinə səbəb olurdu. Əkinçilik və sənətkarlığın inkişafı Şumerlərə qonşu ölkələr ticarət əlaqələrinin genişləndirilməsinə, bu isə mədəniyyətlərarası qarşılıqlı əlaqələrin yaranmasına səbəb olurdu. Sonralar Aşurlar, Finikiyalılar, Yəhudilər Şumerlərin bir çox maddi mədəni, mənəvi nailiyyətlərini mənimsəmişdilər. Şumerlərdə məhsuldarlıq artmasına səbəb olan amillər isə işin düzgün təşkili, əmək alətlərinin təkmilləşdirilməsi, birgə və şuurlu fəaliyyət idi. Erkən Şumer cəmiyyəti
yüksək şuur və əməksevərlik və təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi. Xalq toplantılarında müxtəlif işlərə rəhbərlik etmək üçün başçı seçilirdi. Qəbilə və tayfaların daxilində sənətkarlar, tacirlər və dini məsələlərlə məşğul olan kahinlər meydana gəlmişdir. Eradan və 4-cü minillikdə Şumer şəhərləri yarandı. Şumerlər şəhəri Eredu olmuşdu və son tədqiqatlar da göstərir ki, Eredu Şumerlər həqiqətən də ilk şəhəri olmuşdur. Şumer şəhərlərinin xüsusiyyətləri bunlardır. Qala divarları və müdafiə tikililəri əhatə olunmuşdu. Əhalisi sənətkarlıq və ticarət və onun ətrafında isə qalaların ətrafında isə əkinçilik və maldarlıqla məşğul olurdular. Suvarma sistemi yaxşı inkişaf etmişdi. Əvvəllər məbəd kahinləri tərəfindən idarə olunurdu. Kahinlər şəhərləri tanrıların adından idarə etdiyinə görə bu dövr teokratiya, yəni tanrının hakimiyyəti adlandırırdılar. Yəni teokratiya dedikdə cəmiyyət məsələlərini qanuni halda dini qanunlarla idarə edildiyi idarəetmə başa düşülür. Şumer şəhər dövlətlərinin yaranması. Eradan və 4-cü minilliyin sonları, Eradan və 3-cü minilliyin əvvəllərində Şumer şəhərləri şəhər dövlətlərə çevrildi. İlk şəhər dövlətləri Eradan əvvəl 4-3-cü minilliklə əhatə edir. Eredu, Ur, Kiş, Uruk, Nippur, Laqaş, Umma ilk Şumer şəhər dövlətlərindəndir. Şumer şəhər dövlətlərinin əsas xüsusiyyətləri Şumer sivilizasiyasının əsas göstəricilərindən idi. Hər bir şəhər və onun nəzarət etdiyi ərazi bir şəhər dövləti təşkil edirdi. Hər birinin öz tanrısı və tanrıya ucaldılan zikuratlar var idi. İqtisadiyyatı əsasən əkinçiliyə əsaslanırdı. Həmçinin ticarət və sənətkarlıqlarda mühüm əhəmiyyət kəsb edirdi. Tacirlər quru yol ilə Aralıq dənizinin şərqinə və dəniz yolu ilə Hindistana gedirdilər. Eyni mədəniyyətə malik olsalar da hər birinin öz hökmdarı, hakimiyyət orqanı, qanunlar, məhkəmə sistemi, ordusu var idi. İlk vaxtlar mühüm məsələlər azad əhalinin iştirak etdiyi dövlətin xalq toplantılarında həll olunurdu. Şəhər dövləti xalqın təyin etdiyi ağsaqqallar və başçı sayılan